Hə, bir də Böyük, zəhmət olmasa təkrar eləyin bəli. sualı. Demişdik ki, məktəbə qədər dövr 1-6 yaşı Aha, əhatə eləyir də. Bu dövrdə 2 hissəyə aha. bölünürdü. Kiçik məktəbə qədər dövr və böyük məktəbə qədər dövr. Bu yaş aralığı necə idi? Hansı yaş əhatə eləyirdi kiçik məktəbə qədər dövr? Hansı 1-3 yaş? Bəli, 3-6. 1-3 yaşı. Bəli. Bəs böyük məktəbə qədər dövr neçə yaş əhatə eləyirdi? 3-6. Bəli, müəllimə. Yaxşı, müəllimə, siz mənə qeyd edin. Şəxsiyyət yönümlülük prinsipi neçə faktordan ibarət idi? Şəxsiyyət yönümlülük 4 faktordan ibarətdir. Aha. İdrak, orada dərk etmək, anlamaq, sonra milli bəşəri dəyərlər, əxlaqi keyfiyyətlər, mədəni müxtəlifliyə hörmət nəzərdə tutulur. Ünsiyyət, izah etmək, yəni fikrini ifadə edə bilmək, bir də psixomotor bacarıqlar, qaçmaq, oynamaq, tullanmaq, belə bir şeylər. Bəli, müəllimə. Əgər tərbiyəçi uşaqdan mövzunu, yəni şeiri soruşub, qiymətləndirmə aparmırsa, yəni uşağın fəaliyyətini bir növ qiymətləndirmirsə, dəyərləndirmirsə, bu zaman hansı prinsipi pozmuş olur tərbiyəçi? İnkişaf yönümlülüyü. Bəli, müəllimə. Yaxşı, müəllimə, siz mənə qeyd eləyin. Məktəbə qədər təhsilin vəzifələrinə nələr daxil idi? Məktəbə qədər təhsilin vəzifələrinə uşaq şəxsiyyətinin formalaşması, özünə, ailəsinə, vətəninə məhəbbət, dilinə, millətinə məhəbbət, sonra hər bir uşağın keyfiyyətli məktəbə qədər təhsilə təmin olunması var idi. Sonra uşağın ehtiyaclarının nəzərə alınması, yəni inklüziv təhsil və ya əlavə xidmətlərin göstərilməsi, təhsil bazası əsasında sosiallaşması, tələbatların yaradılması. Bəli, müəllimə. Yaxşı, müəllimə, siz mənə qeyd eləyin. Əgər mən dərsi sadəcə belə deyək də sözlü şəkildə keçirəmsə, bu zaman hansı prinsipi pozmuş oluram? Yəni əyani vasitələrdən istifadə etmirəmsə. Tələb yönümlülük. Xeyr, inkişaf yönümlülük müəllimə. İnkişaf yönümlülük. Aha. Yaxşı, siz mənə qeyd eləyin. Bir dəqiqə. Əgər uşaq fiziki hərəkətləri yerinə yetirirsə, qaçır, tullanır, hoppanır, bu zaman hansı prinsipə riayət etmiş olur? Uşaq yönümlülük. Xeyr. Psixomotor, şəxsiyyət yönümlülük. Bəli, müəllimə. Şəxsiyyət yönümlülükdə motor bacarıqlarının inkişaf etdirilməsi. Daha sonra siz mənə qeyd eləyin, hansı hazırlıqda öz əksini tapmışdı? Müstəqillik, fəallıq, məsuliyyət, başqasını dinləmək. Şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlü hazırlıq. Bəli. Əgər digər millətdən olan uşağa hörmətlə yanaşmırsa tərbiyəçi, bu zaman hansı hazırlığın tələbi pozulmuş olur? Sosial hazırlığın. Bəli. Əgər uşaq dairə ilə ovalı fərqləndirə bilirsə, bu zaman hansı hazırlığa riayət etmiş olur? İntellektual hazırlıq. Bəli, müəllimə, çox sağ olun. Siz də sağ olun. Digər müəllimələrdən kim sual cavabı olmaq istəyir? Aha, məkan qeyd edilən. Adınız necə oldu müəllimə? Əlinizi qaldıran müəllimə. Adınız necə? Ülviyə müəllimə. Ülviyə müəllimə. Yaxşı müəllimə, siz mənə qeyd edin. Məktəbə qədər dövr neçə yaş əhatə edir? Məktəbə qədər 1-6 yaş. Aha. Bəs hansı qruplar vardı bağçada? Kiçik qrup, orta qrup, böyük qrup, məktəbə hazırlıq qrupu. 4-5 yaşı əhatə edən qrup hansı idi? 4-5 böyük qrup. Bəs 3-4 yaş? Orta qrup. Bəli. Uşaq yönümlülük prinsipi deyildikdə nə nəzərdə tutulur müəllimə? Uşaqların meyl və maraqlarını nəzərə almaq lazımdır.
Yaxşı, siz mənə nə qeyd eləyin? Uşaqlarda yüksək əxlaqi təsəvvürlərin, daha sonra vətəndaşlıq, humanistlik hisslərinin inkişafı hansı hazırlığı əhatə eləyirdi? Sosial emosional. Sosial hazırlıq, müəllimə. Sosial. Aha. Bəs uşaqlarda təfəkkür, təxəyyül, daha sonra təşəbbüskarlıq kimi keyfiyyətlər formalaşırdı. Daha sonra müqayisə etmə. İdraki. Hazırlıq olaraq müəllimə. İntellektual. Bəli, intellektual hazırlıq. Yaxşı, siz mənə qeyd eləyin. Tərbiyəçi müəllim dərsi ənənəvi formada keçirsə, bu zaman hansı prinsipi pozmuş olur? Tələb yönümlülük, fəal təlim dəyiyindi. Bəli, tələb yönümlülük. Yaxşı müəllimə, siz mənə qeyd eləyin. Varislik prinsipi deyildikdə nə nəzərdə tutulur? Vədədə mürəkkəbə. Yəni yaş qrupu üzrə, bəli. Əgər belə deyək də, hüquqlarına hörmət, tərbiyəçi uşağın hüquqlarına hörmət edirsə, bu zaman hansı prinsipi qorunmuş olur? Uşaq yönümlülük. Aha. Daha sonra siz mənə qeyd eləyin. Məktəbə qədər təhsildə, konstitusiyamızda neçənci maddədə əks olunmuşdu məktəbə qədər təhsil haqqında qanun? 94-cü il 1-ci bəndinin 1-ci hissəsi. 94-cü maddə müəllimə, il yox. 94-cü il yox, 94-cü maddə. Bağışlayın müəllimə. Bəli müəllimə. Yaxşı, siz mənə qeyd eləyin. Uşaqlar oyun oynamaq istəyir, amma mən deyirəm ki, mən dərs keçirəm. Uşaqların istəklərini nəzərə almıram. Bu zaman hansı prinsip pozmuş oluram? Uşaq yönümlülük. Daha sonra siz mənə nə qeyd edin? Bir dəqiqə. Məktəbə hazırlıq neçə yaş üçün zəruri idi müəllimə? Neçə yaş dövrünü əhatə eləyir? Məktəbə hazırlıq 3-6. 5 yaşlı uşaqlar üçün zəruridir müəllimə. 5? Bəli. Məktəbə hazırlıq. Bəs dialoq, monoloq, bunlar hansı hazırlığın tələbi idi? Dialoq danışıqdır da bir-birimizdən. Bax, indi sizlə biz, bu dəqiqə dialoqdayıq. Dialoq nədir, monoloq nədir müəllimə? Dialoq iki insanın bir-birimizdən danışırıq da müəllimə, dialoq. Aha, bəs monoloq? Monoloq bir çox insanların elə başa düşmüşəm mən, yoxsa? Xeyr müəllimə, dialoq dedikdə iki şəxsin ünsiyyəti nəzərdə tutulur. Amma biz monoloq deyəndə tək bir şəxsin ünsiyyəti, yəni bu əsasən tam üslubu əhatə eləyir. Yəni rəsmidir də monoloq, yəni mühazirələr falan bu kimi nəzərdə tutulur. Amma dialoq dedikdə bu sərbəstdir də, həmçinin yarımçıq üslubu əhatə eləyir, sərbəst danışıqdır bir növ. Amma biz monolojnikdə əsasən qüsurlara, səhvlərə yol vermirik də, yəni rəsmi olaraqdır. Aha, daha sonra siz mənə nəyi qeyd edin? Yox, müəllimə, əgər monoloq təkdirsə, mən tək kimlə danışıram? Nə tərə başa düşəm? Monoloqda, yəni bir nəfərin ünsiyyəti nəzərdə tutulur da. Məsəl üçün, mühazirələr, çıxışlar edirik, tədbirlərdə müəllimə. Bu monolojnikdir. Deməli, biz danışırıq, kimsə dinləyir bizi sadəcə. Bəli, əsasən rəsmi üslubdur, bəli müəllimə. Amma dialoq sərbəstlik tələb edir. Həmçinin dialoq, monoloq da intellektual hazırlıqda idi müəllimə. Siz də sağ olun müəllimə. Yaxşı, digər müəlliməyə keçək. Çiçək müəllimə. Salam müəllimə, axşamınız xeyir olsun. Axşamınız xeyir müəllimə. Siz mənə qeyd edin, məktəbəqədər təhsildə dövlət siyasətinin əsas prinsiplərinə nələr daxil idi? Əsas prinsiplərinə? Aha. Nəticə yönümlülük. Xeyr müəllimə. Kim deyə bilər? Müjgan müəllimə deyə bilərsiniz. Yaxşı, Ülviyə müəllimə qeyd eləsin o zaman. Müəllimə. Bəli müəllimə. Buradayım.
Sualı bir də bilərsiniz. deyərdi zəhmət olmasa. Aha, məktəbəqədər təhsil Birinci- sahəsində, bəli, dövlət siyasətinin əsas prinsiplərinə nələr daxil idi? Hə, məktəbəqədər təhsil bərabər imkanların yaradılması, Aha, sonra təhsildə ibtidai varislik, fasiləsizliyin təmin etmək, bəli. sonra təhsilli uşaqların fiziki və psixoloji inkişafını təmin etmək, sağlamlıq imkanları məhdud uşaqlar, yəni STEM uşaqlarda inklüziv təhsilin təşkili, Bəli, 5 bəli. yaşına çatmış uşaqların məktəbə qədər hazırlığın zəruriliyi, bir də uşaqlarda məktəbə qədər təhsil əhatə edilməsi səviyyəsinin yüksəldilməsi. Bəli, Yəni müəllimə. yadımda bunu. Çox sağ olun. Yaxşı, Çiçək müəllimə, siz mənə qeyd eləyin, ünsiyyət, daha sonra qruplarda çalışmağı bacarmaq, bu hansı prinsipə hansı hazırlığı əhatə eləyirdi? Sosial hazırlıq idi müəllimə. Xeyr, şəxsiyyət yönümlü müəllimə. Müəllimə birinci dəfə qoşuluram, efendim. Aha, bəli müəllimə. Bəs müqayisə, analiz, sintez, ümumiləşdirmə bunlar hansı hazırlığı əhatə eləyir? Necə dediniz müəllimə? Bir də təkrar edərsiniz. Müqayisə, analiz, sintez, ümumiləşdirmə bunlar hansı hazırlığı əhatə eləyir müəllimə? İdraki. İntellektual müəllimə. Aha. Bəs xırda motorikanın inkişafı hansı hazırlıqdaydı? Oxumamısınız müəllimə? Fiziki inkişaf. Fiziki Şəxsiyyət hazırlıq yönümlü. müəllimə. Bəli, şəxsiyyət yönümlü prinsip olaraq, amma hazırlıq olaraq fiziki hazırlığı əhatə edirdi. Yaxşı, Çiçək müəllimə, siz mənə qeyd edin, məktəbəqədər təhsilin məqsədi dedikdə nə nəzərdə tutulur? Uşaq şəxsiyyətinin formalaşdırılması nəzərdə tutulur müəllimə. Aha, yaxşı müəllimə, siz mənə qeyd eləyin. Tərbiyəçi müəllim mövzunu keçən zaman belə deyək də vizual, audio materiallardan, illüstrasiyalardan, şəkillərdən istifadə edirsə hansı prinsipin tələbini qorumuş olur? Bəyan edirik. Bəli, amma həmçinin uşaq yönümlülükdə. Aha. Bəs tərbiyəçi uşaqların belə deyək də, məktəbəqədər təhsil müəssisəsində tərbiyəçi deyək ki, ailənin inkişafını izləmirsə, mütəmadi qeydlər aparmırsa, bu zaman hansı prinsipin tələbini pozmuş olur? Qalmırsa, inkişaf yönümlülük. Bəli, inkişaf yönümlülük. Bəs tərbiyəçi müəllim dərsi sadədən mürəkkəbə doğru keçirsə, hansı prinsipi qorumuş olur? Varislik prinsipi. Aha. Bəs uşaqların potensiallarını nəzərə almırsa, hansı prinsip pozmuş olur? Uşaq yönümlülük prinsipini pozur. Bəli, müəllimə. Bəs mövzular arasında əlaqələndirmə keçid etmirsə? İnteqrativlikdir. Aha. Bəs milli kimliyin dərki, milli iftixar hissi, daha sonra vətənpərvərlik kimi keyfiyyətlərin formalaşması hansı prinsipdə öz əksini tapmışdı? Hansı prinsipdə? Aha. Vətənpərvərlik, milli kimliyin dərki, humanistlik. Şəxsiyyət yönümlülükdür müəllimə. Azərbaycançılıq müəllimə. Yaxşı müəllimə, şəxsiyyət yönümlülük prinsipi dedik ki, 4 faktora bölünürdü də, 4 hissəyə. Onlar hansıları idi? Qeyd eləyə bilərsiniz? Xeyr. Kim qeyd eləyə bilər? Müəllimə deyim, mən belə başa düşürəm ki, Aha. ünsiyyət, Bəli. sonra kiçik böyük motor, idraki, Bir də milli bəşəri dəyərlər. milli bəşəri dəyərlər. Aha. Bəs Çiçək müəllimə, dini təbliğə yol verməmək hansı prinsipdə idi? Dünyavilikdə. Aha. Kiçik məktəbə qədər dövr neçə yaş əhatə elədi müəllimə? Kiçik 1-3 yaş. Bəs böyük məktəbə qədər dövr? Böyük məktəbə qədər dövr 3-6 yaş. Aha. Belə deyək də, qrupa başqa millətdən olan qara dərili uşaq gəlib, amma digər uşaqlar onu lağa qoyur, gülürlər. Bu zaman hansı prinsipin tələbi pozulmuş olur? Deməli,
Milli müxtəlifliyə hörmət, qərəzsizlikdir. Bəli, müəllimə, amma bu prinsiplərə daxil deyil də, dünyəvilik prinsipi müəllimə. Bəli, dünyəvilik prinsipi. Yaxşı, məktəbə qədər dövr neçə yaş əhatə elədi? Məktəbə qədər də 1-6 yaş. Yaş qrupları üzrə uşaqların sayını qeyd edə bilərsiniz, müəllimə? Bəli. 1-2 yaşda 10 uşaq, 2-3 yaşda 15 uşaq, 3-4 yaşda 20 uşaq, 4-5 yaşda 25 uşaq, 20 uşaq. 5-6-da da 20 uşaq müəllimə. Prosta orada 1-2 yaşda 10 uşaq yox, 15 uşaqdır müəllimə. Ay sağ ol, 15 uşaqdır. 10 dəqiqədir məşğələnin müddəti. Bəli, müddət 10 dəqiqədir. Bəs müxtəlif yaşda uşaqların sayı necə idi müəllimə? Müxtəlif necə müəllimə? Müxtəlif yaş qrupunda uşaqların sayı 1-3 yaşda və 3-6 yaşda. Qarışıqda. Qarışıq. Bəli müəllimə. Qarışıq olanda müəllimə. Deməli, qarşı olanda, məsələn, 1-3 yaşda 10 uşaq olur, müəllimə. 10 uşaq olur, orta qrupda 15 uşaq olur, böyük qrupda əgər qarşı qrup olarsa 15 uşaq olur. Bəli, 1-3 yaş dövründə 10 uşaq, amma 3-6 yaş aralığında 15 uşaq olur, müəllimə. 15 uşaq olur, bəli. Yaxşı, müəllimə, tələb yönümlülük prinsipi deyildikdə nə nəzərdə tutulur? İzahını deyə bilərsiniz. Prinsipi deyəndə, İTK, yəni telefondan, planşetdən istifadə olunması. Bəli, müasir dövrlə ayaqlaşma belə deyək. Yeniliklərin tətbiqi. Daha sonra siz mənə nəyi qeyd eləyin? Tərbiyəçi uşaqlara nağılı danışıb səhnələşdirərsə, bu zaman hansı prinsipə riayət edir? Mənim bugünkü məşğələm belə olub bağçada, inteqrativlikdir. Bəli, müəllimə. Bəli, müəllimə, mən kiçik qrupda işləyirəm. Bu günləri kukla mahnısını keçdim. Kukla mahnısını əvvəlcə şəklini çəkdim. Mahnını oxudum, sonra çəkdiyim şəkillə inteqrasiya etdim. Bəli, müəllimə. Yaxşı, müəllimələr, sual-cavab bu qədər. İndi testlərə baxaq istəyirsinizsə. Çox sağ olun, müəllimə. Bir dəqiqə. Testləri açım. Ekran görünür, müəllimələr. Dəqiqə. Səsi bağlayardınız da zəhmət olmasın. Ekran görünür, müəllimələr. Bəli, müəllimə, görsənir. Birinci sualı Ülviyə müəllimə oxusun. Ülviyə müəllimə. Yaxşı, Müjgan müəllim oxusun. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanuni konstitusiyasının neçənci maddəsində əks olunmuşdur? 45-ci maddə, 58-ci maddə, 94-cü maddə, 92-ci maddə. Mən seçmişəm. 94-cü maddə C variantı. Bəli, müəllimə. Yaxşı, ikinci sualı da oxuyun, müəllimə. Məktəbəqədər təhsilin təşkili qaydalarından biri yanlışdır. Məktəbəqədər təhsil 1-6 yaş əhatə edir. Məktəbəqədər təhsildə erkən inkişaf dövrü 1-3 yaş əhatə edir. Böyük məktəbəqədər dövr 5-6 yaş əhatə edir. Məktəbə hazırlıq 5 yaş uşaqlar üçün zəruridir. Mən D-ni seçmişəm. Məktəbə hazırlıq 5 yaş uşaqlar üçün zəruridir. Niyə müəllimə? Yanlış olanı böyük C. Bəli, C variantı. Bəs neçə yaş əhatə edir böyük məktəbə qədər dövr? Necə? Böyük məktəbə qədər dövr neçə yaş əhatə edir bəs? Böyük 5-6 yaş uşaqları. Bəli, müəllim. Xeyr, 3-6 yaş müəllimə. Yəni səhv variant C variantıdır, bəli. C variantı. Yaxşı, siz mənə 3-cü sualı da cavablandırın. Yaxşı. Uşaq şəxsiyyətinin inkişafına yönəlmiş ümumi təlim formaları nəticəsində hazırlanan məktəbəqədər kurikulum nəyi müəyyənləşdirir? Təlimin prinsiplərini, təlimin məzmununu, təlimin vəzifələrini, təlimin məqsədini. Mən D ilə B variant arasında qalmışdım, amma böyük ehtimal D B variantı müəllimə. Məktəbəqədər təhsilin məzmununu müəyyən edir müəllimə.
Əslində 2 cavab götürmüşəm. D-ni də götürmüşdüm, B-ni də. Amma axırda D-nin üstə dayandım. Bəli, B variantı amma. B variantı. Aha, yaxşı. 4-cü sualı Çiçək müəllim oxusun. Çiçək müəllimə. Buradasınız? Bəli, buradayım. Aha, 4-cü sualı oxuyardınız. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri yanlışdır. Sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər təhsilin təşkili, uşaqların məktəbəqədər təhsillə əhatə edilməsinin səviyyəsinin artırılması, məktəbəqədər təhsil sayəsində bərabər imkanların yaradılması, uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını təmin etmək. Hansı variant yanlışdır? Əsas prinsipləri yanlışdır. Təşkili, uşaqların məktəbəqədər təhsilin artırılması, səviyyəsinin artırılması, məktəbəqədər təhsil D-bəndidir müəllimə. Bəli, müəllimə. Bəs yaxşı, D variantı nəyə daxil idi? Uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını müəllimə, mən yaxşı bilmirəm. Məqsədə müəllimə, məktəbəqədər təhsildə. Bəli. Test işləyirəm, bunları ayırd edə bilirəm. Bəli, müəllimə. Yaxşı, müəllimə. 5-ci sualı oxuyun. 5-ci sual yuxarıda qaldı. Uşaqlar muncuqları sapa düzməsi hansı hazırlıq əhatə edir? Sosial hazırlıq, fiziki hazırlıq, şəxsiyyət yönümlülük hazırlıq, intellektual hazırlıq, fiziki hazırlıq. Məncə. Bəli, müəllimə. Fiziki hazırlıq. Yaxşı, digər sualı da oxuyun. Uşaqlarda məsuliyyət, müstəqillik, təşəbbüskarlıq kimi hisslərin formalaşması hansı hazırlığı əhatə edir? Fiziki hazırlıq, sosial hazırlıq, intellektual hazırlıq, şəxsiyyət yönümlülük hazırlıq. Sosial hazırlıq. Xeyr, müəllimə. Şəxsiyyət yönümlü hazırlıq. Şəxsiyyət yönümlülük hazırlıq, bəli. Aha. Yaxşı, digər sualı Müjgan müəllim oxusun. Uşaqlarda vətənpərvərlik, humanistlik kimi əxlaqi keyfiyyətlər formalaşır. Şəxsiyyət yönümlülük, fiziki, sosial, intellektual, sosial hazırlıqda. Bəli, müəllimə. C variantı. Aha, bəli, müəllimə. Digər sualı oxuyardınız da. Başqasını dinləmək, onun hisslərini anlamaq, başqasının fikirlərinə hörmətlə yanaşmaq, müəyyən edilmiş qaydalara riayət etmək hansı hazırlığı əhatə edir? İntellektual, fiziki, şəxsiyyət yönümlülük, sosial. 8-də D variantı, sosial hazırlıq. Digər sualı da oxuyardınız da. Uşaqlarda təfəkkür, təxəyyül, hafizə, nitqin birlikdə inkişafı hansı hazırlığı əhatə edir? Fiziki, intellektual, sosial, şəxsiyyət yönümlü, intellektual hazırlıq. Bəli, müəllimə. Aha, daha sonra digər sualı oxusun Ülviyə müəllimə. Ülviyə müəllimə. Buradasınız. Yaxşı, Çiçək müəllim oxusun. 10-cu sualı oxuyardınız da Çiçək müəllimə. Səsim gəlir, müəllimələr. Bəli, gəlir müəllimə. Yaxşı. 10-cu sual. Müasir standartlara cavab vermək, təhsil standartlarına uyğun olaraq təhsilin təşkil edilməsi hansı didaktik prinsipə əsaslanır? Müasir, tələb yönümlülük. Bəli, müəllimə. 11-ci sualı da oxuyardınız da. Uşaqların müxtəlif irqlərdən olan uşaqlara hörmətlə yanaşması hansı didaktik prinsipin tələbini təmin edir? Bu da Sizcə hansı olar? Şəxsiyyət yönümlülükdür müəllimə. Xeyr, müəllimə. Dünyəvilik. Bəli, dünyəvilik. D variantı. Dünyəvilik, bəli. Digər uşaqlara hörmətlə yanaşmaq. Bəli. Yaxşı, 12-ci sualı da oxuyardınız da. Uşaqların yaşıdları ilə ünsiyyətə daxil olması, kommunikasiyanın təşkili, münaqişə həll etmə bacarığı hansı prinsipə əsaslanır? Uşaq yönümlülük, tələb yönümlülük, şəxsiyyət yönümlülük, Azərbaycançılıq. Deməli, uşaqların yaşıdları ilə ünsiyyətə daxil olması, uşaq yönümlülük.
Xeyr, müəllimə. C. Şəxsiyyət. Şəxsiyyət yönümlülükdür. Aha, nəyə görə şəxsiyyət yönümlülüyü müəllimə? Çünki uşaqlar yaşıdları ilə bir arada oynamasıdır da. Bəli, həmçinin 4 faktordan ibarət idi. Orada ünsiyyət də qeyd olunub müəllimə. Kommunikasiyanı təşkil edir. Bəli. Yaxşı, digər sualı oxusun Müjgan müəllimə. Uşaqların qələm tutma bacarığı hansı prinsipə əsaslanır? Tələb yönümlülük, şəxsiyyət yönümlülük, nəticə yönümlülük, inteqrativlik. Uşaqların qələm tutma bacarığı hansı prinsipə? Şəxsiyyət yönümlülük. Aha, bəli, nəyə əsasən? Orada 4 faktor vardı, orada motorik hərəkətlər də vardı, şəxsiyyət yönümlülükdə. Bəli, müəllimə. Aha, daha sonra digər sualı da oxuyardınız. Başqalarının hərəkətlərini və davranışlarını təkrarlamaq, rollu oyunları icra etmək, təqlid etmək hansı prinsipə əsaslanır? İnteqrativlik, uşaq yönümlülük, şəxsiyyət yönümlülük, tələb yönümlülük. Mən inteqrativlik seçmişəm mən. Müəllimə. Yaxşı fikirləşin. Şəxsiyyət yönümlülük. Aha, bəli müəllimə. Çünki orada kiçik motorikanın inkişafı daxildir. Yaxşı, digər sualı da oxuyardınız da. Ətraf aləmlə tanışlıq mövzusunda tərbiyəçi müəllim uşaqlara ekskursiya təşkil edərək təbiətə çıxarır. Bu zaman hansı prinsip qorunur? İnteqrativlik. Bəli müəllimə. İnteqrativlik, həyatla əlaqələndirmə. Daha sonra 16-cı sualı kim oxusun? Ülviyə müəllimə, buradasınız? Yoxdursa əgər. O zaman Çiçək müəllimə siz oxuyun. 17. Tərbiyəçi. 16 müəllimə. 16. Tərbiyəçi müəllim uşaqların yaş səviyyəsinə uyğun olmayan mövzu seçir. Bu zaman hansı prinsip pozulur? Varislik prinsipi. Bəli müəllimə. Sadada mürəkkəbə prinsipi. Digər sualı da oxuyardınız. Tərbiyəçi müəllim mövzunu təşkil edən zaman deməli illüstrasiyalardan, demonstrasiyalardan, şəkillərdən istifadə edir. Hansı prinsipin tələbini qoruyur. Tələbini qoruyur. Deməli burada da şəkillərdən, illüstrasiyalardan. Uşaq yönümlülükdür müəllimə. Bəli müəllimə. Digər sualı da oxuyardınız. 18. Tərbiyəçi müəllim mövzunu təşkil edən zaman uşaqlar haqqında daimi qeydlər aparır. Onların inkişafını izləyirsə hansı prinsip qurulmuş olur? Burada da inkişaf yönümlülükdür. Bəli müəllimə. Yaxşı, digər sualı da Müjgan müəllim oxusun. Tərbiyəçi müəllim mövzunu keçən zaman uşaqların maraq və istəklərinə uyğun mövzunu təşkil edirsə, hansı prinsipə riayət etmiş olur? Şəxsiyyət yönümlülük, uşaq yönümlülük, inteqrativlik, Azərbaycançılıq, uşaq yönümlülük. Bəli, digər sualı da oxuyardınız. Tərbiyəçi müəllim mövzunu təşkil edən zaman əvvəlcədən planı təşkil etmirsə, bu zaman hansı prinsip pozulur? Varislik, tələb yönümlülük, inteqrativlik, yoxsa nəticə yönümlülük? Nəticə yönümlülük müəllimə. Bəli, nəyə əsasən müəllimə? Çünki nəticə yönümlülükdə plan əvvəlcədən qurulur. Məşğələnin keçiriləcəyi isə əvvəlcədən planlaşdırılır. Aha, bəli müəllimə. Bir dəqiqə. Bəli müəllimə, düz qeyd elədiniz. Aha, daha sonra testlərimiz də bu qədər müəllimə. Sabah sizə uyğundur. Əgər uyğundursa sabah keçə bilərik. Bəli müəllim, mənə uyğundur sabah. Saat neçə üçün? Belə